yaşının az olmasına baxmayaraq uğurları ilbəil artmaqdadır. Söhbət Musa Hüseynovdan gedir. Şəhid Fəxrəddin Qasımov adına Mingəçevir Uşaq İncəsənət Məktəbinin xanəndəlik ixtisası üzrə 3-cü sinif şagirdi olan bu istedadlı yeniyetmənin adı yaşının azlığına baxmayaraq artıq dillər əzbəridir. Çünki təhsil aldığı musiqi məktəbindəki nailiyyətləri ilə yanaşı Musa Hüseynov Bərdədə və Şəkidə keçirilən musiqi festivallarında ürəkləri fəth edib. Hələ bu azmış kimi Amerika, Almaniya və Qazaxstanda təşkil edilən beynəlxalq musiqi festivallarının da qalibi olub. Musa qazandığı uğurlara görə ona hər addımda dəstək verən atasına, ixtisas müəllimi, tanınmış müğənni və pedaqoq Oqtay Vəliyevə və digər müəllimlərə minnətdar olduğunu deyir. Bugün yetişməyimdə atama borçluyam. Sağ olsun, çox dəstək oldu, çox mənə dayaq oldu. Mən də onun dəstəyini yerə salmayacağam. İstədiyi kimi də olacam. Bəs kimdən dərs alırsan? Müəllimlərin kimdir? Mənim müəllimim Oqtay Vəliyev, tar çalan müəllimimiz isə Elxan müəllim. Almaniyada, Qazaxstanda, Amerikada birinci yer tutmuşam. Müsabiqələrdə birinci yer tutmuşam. Başqa nə planların var ümumiyyətlə qarşıda? Başqa qarşıda tanınmış müğənni olmaq istəyirəm, xanəndə olmaq istəyirəm. Qeyd edək ki, Musa Hüseynov yeni nailiyyətləri ilə doğmalarını, müəllimlərini sevindirməyə davam edəcəyini bildirib. Rahim Məmmədov bugün informasiya proqramı üçün.